Salam. Bu mövzumuzda 8-ci sinif Azərbaycan tarixinin 27-ci paraqrafını izah edəcəm. Mövzumuz olur Rusiyanın Azərbaycan torpaqlarının işğalına başlaması. Gəlin baxaq görək, Cənubi Qafqazın işğalının səbəbi nə idi? Niyə bu ərazi uğrunda bir sıra ölkələr mübarizə aparırdılar? Deməli, Cənubi Qafqazın işğalının Rusiya üçün əhəmiyyəti nədən ibarətdir? Rusiya Cənubi Qafqazı işğal etməklə buranı öz müstəmləkəsinə çevirməyi, yəni buradan satış bazarı və xam mal mənbəyi kimi istifadə etmək, eyni zamanda Xəzər dənizini daxili dənizinə çevirmək, yəni işğal etmək və işğal etməklə də buranı xam mal mənbəyi və satış bazarı etmək, Volqa-Xəzər ticarət yolunu əlinə almaq və bu bölgədə ticarət üstünlüyünə nail olmaq istəyirdi. Eyni zamanda da Rusiya Şimali Qafqazı da hələ tam işğal edə bilməmişdi və Cənubi Qafqazın işğalı Şimali Qafqazın da işğalını asanlaşdıra bilərdi. Ona görə də Rusiya Cənubi Qafqazın işğalına bu qədər diqqət verirdi. Digər marağı olan dövlətlərə baxaq. Rusiyanın burada İngiltərə və Fransa kimi böyük Qərbi Avropa ölkələri vardı, yəni rəqibləri. İngiltərə və Fransa da bu bölgələri işğal etmək istəyirdi. Əgər Rusiya bu bölgəni işğal edərdisə, burada İngiltərənin, xüsusilə də İngiltərənin Ostend şirkətinə həm şərqdəki, həm də Avropada inhisarına ağır zərbə vura bilərdi. Ona görə də İngiltərə Rusiyanın Cənubi Qafqazı işğal etməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Və biz 1-ci, 2-ci Rus-Qacar müharibəsində keçəndə qeyd edəcəyik ki, İngiltərə Qacarlara hər cür dəstək göstərir ki, Rusiya bu bölgəni işğal edə bilməsin. Rusiyanın maraqlarında dedik, İngiltərə və Fransanın da maraqlarını dedik və dedik ki, xüsusilə də Şimali Qafqazın işğalını Rusiya üçün asanlaşdıra bilərdi. İşğalı asanlaşdıran səbəblər nə idi? Hansı vəziyyət idi ki, Rusiya bu bölgələri rahat ələ keçirəcək? Təbii ki, bu dövrdə Azərbaycanda vahid dövlət yox idi. Çünki deməli, Nadir Şah Əfşar imperiyası dağılandan sonra xanlıqlara parçalanmış halda idi Azərbaycan, yəni vahid dövlət yox idi və həmçinin də feodal ara müharibələri davam edirdi. Təbii ki, vahid dövlət yoxdursa, feodal ara müharibələri olacaq və belə bir qarmaqarışıq vəziyyətdən, siyasi, sosial, gərgin bir vəziyyətdən xarici basqınlar olacaqdı. Xarici təhlükələr olacaqdı və belə bir çətin vəziyyətdə Azərbaycan çox çətin vəziyyətdə İngiltərə, deməli, Rusiya və Qacarların mübarizə meydanına çevrilmişdi. Davam edirik növbəti slaytımızdan. Deməli, 1801-ci ildə İngiltərə Qacarlar arasında siyasi və ticarət müqaviləsi imzalanır. Bu müqavilənin şərtinə görə İngiltərə Qacarlar dövlətinin daxili işlərinə qarışmaq imkanı əldə edir və İngiltərə ilə Qacarların yaxınlaşdığını görən Rusiya dərhal hərəkətə keçir və 1801-ci ildə Şərqi Gürcüstanı işğal eləyir. Şərqi Gürcüstanı işğal eləyir və Şərqi Gürcüstan tutularkən tarixi ədalətsizliyə yol verilir. Belə ki, Azərbaycan əraziləri olan Loru, Təmbək, Qazax, Borçalı və Şəmşəddil də həmin o Şərqi Gürcüstanın tərkibində Rusiyanın tərkibinə keçir. Və belə bir ədalətsiz bir hadisə baş verir və biz deyə bilərik ki, artıq 1802-ci ildən, üzr istəyirəm, 1801-ci ildən, yəni Şərqi Gürcüstanın işğalı ilə Rusiyanın Azərbaycan torpaqlarının işğalı da başlamış oldu. 1802-ci ildə Georgiyevsk müqaviləsi imzalanır. Müqaviləni imzalayan tərəflərə baxaq. Rusiya ilə Dağıstan feodal hakimləri, Azərbaycandan isə Quba və Lənkəran xanlıqları iştirak edirdi. Digər xanlıqlar niyə iştirak eləmirdi? Çünki digər xanlıqlar hələ seçim etməmişdilər. Onlar Qacarlarla Rusiya arasında seçim qarşısında qalmışdılar. Yəni Quba ilə Lənkəran Rusiyanın himayəsini qəbul edir, amma digər xanlar hələ seçim etməmişdilər. Və az sonra deməli nümayəndə heyəti gəlir və Fətəli Şahın onların himayəsini, yəni Qacar hökmdarı Fətəli Şahın onların himayəsini qəbul etmələri barədə məktub göndərir. Georgiyevsk müqaviləsinin şərtlərinə baxaq. Deməli, bunu imzalayan tərəflər Rusiyanın himayəsinə qəbul olunurdular. Rusiya onların daxili müstəqilliyinə saxlayırdı.
yəni daxili müstəqillikləri qalırdı. Və həmçinin də Rusiya onları Qacarlar və Osmanlıdan müdafiə edəcəyini bildirirdi. Baxın, Rusiya bu əraziləri işğal etmək üçün Azərbaycan xanlarını özünə yaxınlaşdırmaq siyasəti aparır və təhlükə kimi Qacarları və Osmanlıları göstərir və onu Qacarlardan və Osmanlılardan müdafiə edəcəyini bildirirdi. Həmçinin Cənubi Qafqazda ticarət və gəmiçiliyin inkişafı da nəzərdə tutulmuşdu. Davam edirik. Deməli, biz baxırıq ki, əslində Rusiya nə qədər ki bu mövqedən çıxış eləyirdi ki, Qacarlar təhlükəsi var, Osmanlı təhlükəsi var, amma elə real təhlükə Rusiyanın özündən gəlir və onu imzalayan tərəflər tezliklə başa düşürlər ki, bunlar bir oyundur. Rusiya əslində ən real təhlükə elə Rusiyadan gələcək. Bəs bu, məsələn, Qarabağın adını çəkdik, üzr istəyirəm, Qubanın adını çəkdik, Lənkəranın adını çəkdik. Onlar niyə Rusiyanın himayəsini qəbul edirdilər? Çünki onların Rusiyaya müqavimət göstərəcək qüvvələri yox idi. Baxın, burada qeyd etmişik, müqavimət üçün qüvvələri yox idi və eyni zamanda da Rusiyanın daxili idarəçilikdə müstəqillik vədlərinə inanırdılar həmin o xanlıqlar. Biz sonraki mövzularımızda da izah eləyəcəyik ki, məsələn, Kürəçay müqaviləsinin şərtində də qeyd eləyəcəyik ki, Rus onların daxili müstəqilliyinə toxunmayacağını vəd eləyir və bu vədə aldanan Azərbaycan xanları məcbur qalıb Rusiyanın himayəsini qəbul edirdilər. Həmçinin də dediyimiz kimi onların Rusiyaya müqavimət göstərmək gücləri yox idi. Və burada qeyd etmişik, bəli, əksinə bütün təhlükə Rusiyanın özündən gəlir. Burada erməni amili də vardı. Nə idi erməni amili? Ermənilər də Rusiyaya hər cür yardım eləyirdilər, kömək göstərirdilər. Bu yardım kömək nədən ibarət idi? Onları belə deyək də kəşfiyyat məlumatları çatdırırdılar, onlara qiymətli, ruslara qiymətli hədiyyələr göndərirdilər və dəstəklədiklərini bildirirdilər. Nəyə görə? Çünki Azərbaycan, Osmanlı və Gürcüstan torpaqları hesabına özlərinə dövlət yaratmağı planlaşdırırdılar. Bu mövzu ilə bağlı mənim izahım bu qədər. Uğurlar hər birinizə.